Biz hər bir insanda olduğu kimi biz ne deyirdik? İnsanın əsas beyni iki hissədən ibarətdir. Bir, analitik və məntiqi düşüncələrin özündə əks etdirən IQ tərəfimiz beynimizin və bir də nə? Emosional zəka dediyimiz EQ tərəfimiz, duyğusal. Niyə bu önəmlidir? İnsanlarda olduğu kimi komandalarda da eyni şeydir bu. Yəni ən gözəl, mükəmməl, peşəkar işçilər ola bilər orada, mütəxəssislər ola bilər, amma aralarında lazımi şəkildə o emosional bağlar olmayanda artıq nə olur? O bir robota dönüşür həmin o yer. Yəni eyni bir fabrikanın, yəni fabrikana bir komanda fərqi nədir? Bir fabrika, zavod ən belə inkişaf eləmiş avadanlıqlarla təmin olunan bir lap fabrika olsun, zavod olsun. O nədir? Bəlli bir proqramla işləyir. İnsanlardan təşkil olunan komandalarda isə tamam fərqlidir. Çünki burada artıq qərarlar verilir, burada insanlar, robot deyirlər, özləri arasında müəyyən münasibətlər olmalıdır. Təsəvvürlə komandadır. O fabrikanın çarxlarının içərisində, o avadanlıqların içərisində paxıllıq, rəqabətçilik, belə şeylər yoxdur ki. Konkret cansızdır, duyğusuzdur, müəyyən bir proqramla işləyir, amma insanlar elə deyil axı. Bu da peşəkardır, bu da peşəkardır. Amma aralarında nə var? Tutaq ki, bir həsəd var, göz götürməməzliyi var, kommunikasiya yoxdur. Nə olsa peşəkarlardır. Yəni orada nə olur ola bilər ki? Yəni bir yerdən sonra həmin komanda nə olacaq? Dağılacaq. Ona görə də biz